həmkarlarımı da təkid edir. Bugünkü təqdim iştirakçılarına da uğurlar arzulayıram. Əsəd müəllim, söz sizdir. Bugün əlamətdar bir gündür, mənim üçün iki cəhətlər. Ona görə ki, bir neçə nəfər bir yerdə mən ki may ayının 19-unda Rəsulullah biri ilə desək, güllü bir may səhəri Rəsulullah mükafatına layiq görülmüşdür. İkinci, təbiidir ki, bu xoş təsiratın üstündən də xatirini həddindən artıq çox istədiyim, elm sahəsində özümün bir böyük vacib hesab edədiyim və bütün, belə deyək də, dəstəyə ehtiyacı olanlara həmişə bacılıq edən, sözün böyük mənasında bacılıqdan söhbət edir. Yəni, qız qardaşlığı edən, qardaşlıq edən, belə mən deyərdim, Salidə xanım haqqında 2 kitabın təqdimat mənasındadır. Ona görə biz bunu 2 qat almışıq Deməli, bu tədqiqatlar bir-birindən həm fərqlidir, həm də oxşardır. Fərqlidir ona görə ki, biri klassik ədəbiyyatşünaslıq kanonları çərçivəsində Salidə Məmməd qızının kiçik bədii nəsrini tədqiq edir. Və bu kitabın müəllifi hamımızın əzizi, sevimlisi, çox böyük sayılı duyduğumuz gözəl ədəbiyyatşünas alimimiz Mənzər xanım Niyarlıdır. İkinci kitab artıq klassik yox, modern və mən deməzdim, modern ötəsi bir tədqiqatın nəticəsidir. Yəni artıq süni intellekt erasının ədəbi, belə deyək də, araşdırması adlandırıla bilər. Rəqəmsal dünyanın araşdırması adlandırıla bilər. Yəni, gələcək ədəbiyyatşünaslığın yolu oradır məncə. Çox yenidir, çox da maraqlıdır. Mən bu kitabı oxumuşam, kitabların hər ikisini oxumuşam. Deməli, Salidə Şərif qızının yaradıcılığı elm metrik diapazonda. Kitabın müəllifi Zakirə xanım Əliyevadır. Bəli. Noxud istəyatan şahsədə bir sürü. Birinci dəfədir görüşürük. Görməmişəm. Mən də birinci dəfədir görürəm. Mənzər xanımın kitabı klassik ənənə üzrə olduğundan biz həmişə klassikadan birinci kitab haqqında biz neçə kəlmə mən fikirlərimi bildirmək istəyirəm. Əvvəla onu deyim ki, Mənzər xanım çox qiymətli bir insandır. Bir ədəbiyyatşünas olmaqla bərabər. Mənzər xanım istedadın və təvazökarlığın sintezidir mənim fikrimcə. Yəni, insan biraz da məni utandırır həmişə öz təvazökarlığıyla. Mənzər xanım, xahiş edirəm, biraz az təvazökar olur. Baydı, mən bir-iki kəlmə xoş söz deməyi utanıram ki, orada biraz sıxılır. Ona görə onu biraz ehtiyatla mən, belə deyim də, tərif edirəm. O qədər təvazökardır. Bir dəfə Mənzər xanımla mən burada birinci söz verdim. Həm yaşını nəzərə aldım, həm xidmətlərini nəzərə aldım. Yəni, burada əlbəttə başqa görkəmli şəxslər də var idi, hətta deputatlar da var idi. Amma buna baxmayaraq Mənzər xanımla birinci söz verdim. O çox, biraz utanırdı ki, niyə mənə birinci söz verdim deyəcək. Ayağa qalmaq istənirdi belə. Bir təhər zorla bir təhər təkib elədim, qalxdı ayağa, utana bir neçə kəlmə söz verdim. Mənzər xanım, çox gözəl bir kitab yazmışsınız. Mən sizin bədii əsərlərinizdə oxumuşam. Hesab edirəm ki, sizin nəsr diliniz Azərbaycanda ən səliqəli nəsr dillərindən biridir. Bir dənə redaktor orada, bir dənə vergülə toxuna bilməz, çap olmuş variantından söhbət gedir. Bu tədqiqatınız isə Salidə xanımın nəsr yaradıcılığına aiddir. Onun hekayələri, hekayələrinin dil-üslub xüsusiyyətləri, sabiranə, satirik özəllikləri və yaxud da onun tutaq ki, bədii nəsri ilə elmi yaradıcılıq arasındakı daxili bağlılıq, əlaqə və s. kimi ən müxtəlif mövzulara siz burada toxunmuşsunuz və mən sizə deyim ki, bu mənə çox doğma bir temadır, bədii və elmi düşüncənin sintez teması. Çünki də özüm əsas etibarilə ədəbi tənqidi fəaliyyətlə məşğul olsam da, hərdən bir poemalar yazaram, hissələr də yazaram.
Ona görə də bu çox yanlış bir fikirdir ki, alim bədii əsər yaza bilməz, tənqidçi alınmamış şairdir. Qətiyyən elə mən hesab eləmirəm, qətiyyən mən hesab eləmirəm. Bizim məsələn, müasir ədəbiyyatımızda nəsr sahəsində ən görkəmli nümayəndələrindən biri hesab edirəm Kəmal Abdulladır. Çox da böyük alimimizdir bizim həmdə insananda. Məsələn, onun Yarımçıq Əlyazma romanı, eləcə də unutmağa kimsə yox romanı və digər əsərləri olmadan, xüsusilə də Yarımçıq Əlyazma. Müstəqillik dövrü Azərbaycan nəsri mənə elə gəlir ki, biraz boşluq ola bilər. Postmodernizm kimi mühüm bir yeniliyi gətiribdir. Alimdir. Müasir dövrün ədəbiyyatı, ümumiyyətcə, bədii ədəbiyyatı biraz da intellekt tələb edir. İndi 20-ci illər deyil ki, sadəcə Əbülhəsən kimi və Süleyman Rəhimov kimi kəmdən gələsən və enerji ilə Şamo yazasan, nə bilim, dünya qopur yazasan və s. Elmi təfəkkür lazım. Müasir oxucu artıq qəbul eləmir o sadəcə istedadla yazılan əsər. Müasir oxucu çox intellektual oxucudur. İnternet şəbəkəsi vasitəsilə artıq dünyanın hər yerindən, bütün elm sahələrindən xəbərdar olan bir oxucudur müasir. Onu qane etmək üçün yazıcı olman bir püllə yuxarıda durmalıdır. Ona görə də çox intellektual olmalıdır. Bu barədə Mənzər xanım, sizin bu tədqiqatınız ki, siz orada elmiliklə bədiiliyin, Saliqə xanımın sintezini görürsünüz, Saliqə xanımın timsalında çox gözəl bir, aktual bir məsələyə toxunmuşsunuz. Bizim oxucu ənənəvi düşüncəsindən, vərdişindən tənqidçi və ya da ədəbiyyatşünas alınmamış yaradıcıdır və ya da şairdir kimi primitiv, şablon bir fikrindən əl çəkməlidir. Yəni bu, elə tarixən də bizim bir sıra görkəmli tarih alimlərimiz, Xətib Təbrizdən Üzür Əliyev və yaxud da Nizami Gəncəvin əsərlərində nə qədər ədəbi tənqidi fikirlər var. Sözün lakonikliyinə dair tutaq ki, realizm və romantizm məsələsinə dair, eləcə də Füzulinin özünün divanlarının divasiyasında nə qədər ədəbiyyatşünaslıq məsələləri var görür. Şeirin elmiliyi fikri tutaq ki, Füzulidə. Eləcə də bizim digər Axundovun özü həm elmi yaradıcılıqla, fəlsəfi yaradıcılıqla məşğulluqla həm bədii. Eləcə də Abasqalov Bakıxanov məsələsində bizim tarixi ədəbi ənənəmiz var. Nəzər xanım, sizi də Saliqə xanımı da bu gözəl kitab münasibəti ilə təbrik edirəm. Zakirə xanımın kitabı olduqca yeni bir kitabdır. Mən böyük məmnuniyyətlə Zakirə xanım, siz də kitabınızı oxudum. Böyük zəhmət çəkmişsiniz, böyük araşdırma aparmışsınız, bütün saytlara baş vurmuşsunuz. Saliqə xanımın yaradıcılığı ilə bağlı o rəqəmsal tələblərinin hamısına əməl etmişsiniz. Yəni, onun hansı mənbələrdən gəlir, sonra hansı geniş dünya arealında Saliqə xanımın əsərləri yayınlanıbdır, hansı jurnallarda, xaricdə, bizim ölkədə, qəzetlərdə, internet saytlarında çap olunubdur və hətta 2024-cü ildə əsərlərinə ən çox istinad olunan müəllif kimi Saliqə xanıma deməli, istinad medal verildi. Səhv eləmirəmsə, medalın adı elə idi. Bəli, Akademiyanın Ədəbiyyat İnstitutuna verildi. Yəni, Saliqə xanım 2024-cü ilin göstəriciləri üzrə əsərlərinə ən çox istinad olunan ədəbiyyatşünas alim kimi deməli, istinad medalına layiq görüldü. Yəni, elmmetriya, ola bilər bu bizim üçün təzə bir termindir də, elm və metr sözlərinin birləşməyinə və yəni elmi ölçü. Yəni, burada da nədir? Müəllifdən nə qədər çox stat çəkilir. Onun əsərləri ictimai şura, oxucu kontingentinə, elmi kontingentinə nə qədər təsir edir. Ondan sonra onun nə qədər kitabı nəşr olunubdur. Onun hansı xarici ölkələrə tərcümə olunubdur. Harada nə qədər, hansı jurnallarda, qəzetlərdə, tutaq ki, saytlarda o dərc olunubdur. Yəni, sırf süni intellekt və rəqəmsal dünyanın tələblərinə uyğun araşdırmaların statistik nəticələrinə söykənən yeni bir tədqiqat sahəsidir. Bizdə yenidir. Əlbəttə, Zakirə xanım öz kitabında yazıbdır bu barədə məncə. İngilis ədəbiyyatşünaslığında hələ bir neçə 10 il bundan öncə, hətta az qalıb bir əsr öncə artıq elmmetriya var idi. Sonra o müxtəlif inkişaf mərhələlərindən keçib. Bizdə bu bir qədər yeni elm sahəsidir. Mənim yadımdadır Zakirə xanım 80-ci illərdə təəssüf ki, adım unutmuşam. Aydın Məmmədovun dəsən bir məqaləsində oxumuşdum ki, onda mən məktəbliyim hələ. Orada yazmışdı ki, rəqəmli statistik göstəricilərə əsaslanan tədqiqatları elm hesab etməli. Yəni, bizdə təxminən belə bir fikir var idi ki, elmmetri, anti-elmmetrik bir belə də düşüncə var idi ki, bu elm sahəsi deyil. Əslində o çox ciddi bir elm sahəsidir. Yəni, elm əliyib ələkdən keçirib, statistik göstəricilər əsasında, rəqəmsal göstəricilər əsasında müəllifin
riyazi dəqiqliklə filoloji portretini ortaya qoyursan. Yəni, burada artıq 2 vurulsun 2 bərabər 4 səviyyəsində dəqiq riyazi nəticələr var. Yəni, bu ənənəvi ədəbiyyatşünaslıq üçün olan o biraz qeyri-dəqiqlik, humanitar düşüncə üçün ümumiyyətlə səciyyəvi olan biraz belə deyim də, yaygınlıq, onun üçün elmiyyətlə üçün səciyyəvi deyil. Bu riyaziyyatla filologiyanın, dərq elmlərlə humanitar düşüncənin inteqrasiyasında yaranmış, belə deyək də, necə deyim sizə, infografik mi deyək, indografik mi deyək bir elm sahəsidir. Yəni ki, informasiyanın qrafikləşdirilir, müxtəlif cədvəllərdən də istifadə edilir burada, müxtəlif deməli, hesablama cədvəlləri və s. istifadə edilərək müəllifin obrazı yaradılır. Bu sahədə mənim etiraf edeyim ki, oxuduğum ilk kitabdır, bəlkə də bizdə bu sahədə yazılıbdır, mən bilmirəm, amma mənim tanış olduğum ilk kitabdır. Ona görə də Salidə xanım və hörmətli Zakirə xanım, bundan sonra harada, nə varsa, elm-metriya sözüdür. Mən eşitsəm, hökmən sizin hər kəsi böyük minnətdarlıq hissi ilə, məmnuniyyətlə xatırlayacaq. Hər kəsə can sağlığı arzulayıram. Çox hörmətli Salidə xanım, bugün sizin bayramınızdır. Bugün Azərbaycan poeziyasının bayramıdır, Rəsul Rzanın doğulduğu gündür. Azərbaycan modern şeirinin bayraqları, Azərbaycan ədəbiyyatının səsini, sədasını bütün dünyaya yayan, bütün dünya dillərindən bizim dilə şeirlər tərcümə edən, ədəbi gəncliyə qol qanat gərən, onları himayə edən, konservativ düşüncənin hücumlarından qoruyan, onlardan biri əyləşib bizim məclisimizdə onun xeyir-dua verdiyi o dövrün gənclərindən çox hörmətli Yusif Nərməkan. Mən xahiş edirəm, ayağa qalsın, onu da ürəkdən bir alqışlayaq, hamı görməyənlər də görməyənlər. Yusuf məndən xahiş edirəm, keçsin orada boş yer var, orada otursun. Onun ustadın arada olan günüdür, o bugün kənarda oturmamalıdır. Və təsəvvür edeyim, mayın 9-u Azərbaycan modern poeziyasının banisinin doğulduğu gün Azərbaycan elmində klassika ilə, kitabı yetirsiniz mənim olmalısınız, Azərbaycan klassik ədəbiyyatşünaslığı ilə süni intellekt erası ədəbiyyatşünaslığının ikisinin qovuşduğu bir təqdimat mərasimində toplaşır. Çünki Rəsul Rza da nə qədər modernist olsa da, Rəsul Rza bir o qədər Sabirə bağlı idi, Füzuliyə bağlı idi, Azərbaycan milli ənənələrinə bağlı idi, deyirdi, öz mənbələ dayanmağa haqlıyam, çünki mən öz kökümlə bu torpağa bağlıyam, özünü bir çinara bənzədirdi. Eyni zamanda Salidə xanımdan mən inanıram ki, hansı xarici ölkələrə gedir, Moskvada təhsil alırdı, daha doğrusu müdafiə edildi, dünya filoloji fikri ilə sıx bağlıdır, beynəlxalq konferanslarda, konqreslərdə, simpoziumlarda çıxış edir, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilir, saysız hesabsız dillərə yəni. Kitabları çıxıb 24 Manevər müəllifidir, səhvələndirəmsə, kitabın müəllifidir, 2 nəsr kitabının müəllifidir. Yəni, bütün bunlara baxmayaraq, yenilikçilik cəhətlərinə baxmayaraq, o yenə də milli Azərbaycan ədəbiyyatı köklərinə, qırılmaz tellərlə bağlıdır. Səməd Vurğun sözü olmasın, hər quşa istidir doğma yuvası, hangi səmtə, hangi yaya, heyrsanda yuvam sənsən, elm günün, oban sənsən. Bax, Salidə xanımın bütün elmi fəaliyyətinin epiqrafı kimi bunu belə vermək olar. Hər üçünüzə çox hörmətli Mənzər xanım, çox hörmətli Zakirə xanım və əlbəttə ki, çox hörmətli Salidə xanım, ürəkdən gələn səmimi minnətdarlığını bildirirəm. Uzun çıxış etdiyimə görə məni bağışlayın, amma mən qısa, ötəri, belə aparıcılıq borcundan, öhdəliyimdən irəli gələn formal bir çıxış edə bilməzdim. Çünki söhbət 2 zəhmətkeş insanın, Mənzər xanımın və Salidə xanımın böyük sevgi ilə çox hörmətli bir alim xanım, yəni Salidə xanım haqqında yazılan kitabların təqdimatından gedir. Burada gərək danışmayasan, ya da danışdığın gərək ürəkdən danışasan, gözəl danışasan, bütün bacarığını istifadə edərək danışasan. Gəlin, hər üç qəhrəmanımızı ürəkdən təbrik edək və məclisimizə başlayaq.